Salam əziz izləyicilər. Cambridge CAT Test 4 Reading Part 4 Questions from 19 to 24 mətn verilib. Badminton boşluqları doldurmaq tələb olunur. It is one of the newest Olympic sports. Baxırıq, əlbəttə burada variant önəmlidir. It is and mənasız bir şeydir. To cümlənin sonunda işlənir. Burada həmçinin mənasını ifadə eləməlidir. Yəni də cümlədə əvvəldə işlənən also-dur. It is also həmçinin olimpik idmanlarından ən yenisindən biridir. Keçir növbəti. In a single game there are, niyə there are? Çünki two players-dir. 2 nəfər var burada, yəni cəmdə işlənməlidir və keçmiş zamanı vermir. Çünki biz indiki zamandan danışırıq və bu həmişə keçərlidir. Oyunda 2 oyuncu olur. Aslında there are. Sonra play badminton, bu da varianta baxırıq. To, for, when. Biz bilirik ki, feildə to işlətsək biz, bu həm də məqsəd ifadə edir. Məsələn, cümləni tərsdən fikirləşsək, you need a racket, sənə raket lazımdır badminton oynamaq üçün. To play badminton. Bu da to play, yəni ki, həmin hissəni, belə deyək, budaq cümlə kimi əvvələ gətiririk. Badminton oynamaq üçün sənə raket lazımdır. Doğru cavabımız burada to'dur. 22-yə baxırıq. You score a point. Sən xal qazansan. If the player. Burada 2 nəfərdir. Digər oyuncu nəzərdə tutulur artıq burada. Varianta baxırıq. Same, different, other. Ən uyğun variantdır. Other. The other player. Digər oyuncu əgər vura bilmirsə, vurmursa, the other play olacaq. 23-də. However, sports that are, burada feillər play, played, playing var. İdman, oynayır, yoxsa oynanılır. Oynanılır. Yəni shuttlecockla oynanılan oyun deyir. Oynanılan olduğuna görə məhsul növdür və məhsul növdə biz bilirik ki, to be feili ilə yanaşı feilin 3-cü forması işlənir. Yəni qaydalıdırsa id olacaq, qaydasızsa artıq o cədvələ ona uyğun which is played ya da that are played bu formada olacaq. Və son olaraq the weren't, bilirik ki, inkar sual cümləsində ilk ağla gələn any'dir. There weren't any single games in the beginning. Yox idi. Başlanğıçda doğru cavabımız da any olacaq.